Almışam. Bir budur. Mickey. Eliza gel buna bax Mickey'nin bodisi. Bu pampaslarına baxır. Gəl. Hə. 2 dənə body aldıq. Çünki uşağımın bodyləri yox idi. Soyuqda heç də tapmadıq giyinməyə. Bir dənə belə kofta aldım. Çeşid yox idi deyə məcbur almışam. Sonra 2 dənə də yatmaq üçün aldım bunları. Əslində gündəlik də giyindirə bilərəm, amma əsas yatmaq üçün almışam. Bir budur. Böyle biraz böyük də, Zeynep. 18 aldım da. Ha, yaxşı. Bir də bu. Bəyənmədin qızım? Bəyənmədin paltarları? Bu nədir, hə, almışsan? Heç mənim zövqümcə deyildir. Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Ümidvaram hamınız yaxşısınız. Videoma baxan hər kəsin günü uğurlu olsun, gözəl keçsin. Biz bu həftəyə yaxşı başlamamışdıq, çünki birinci Kənan biraz xəstələndi, daha sonra Eliza ilə mən də xəstələndik. Ona görə harasa gedə bilmədik gəzməyə və evdə də ancaq istirahət edirdik. Video çəkməyə halım yox idi. Amma biraz yaxşılaşan kimi çıxdıq çölə, çünki Elizanın paltarı yox idi, uzun qol koftaları. Hava birdən-birə soyuduğu üçün uzun qol kofta çox almamışdım. Getdik biraz alış-veriş elədik və bir neçə ona paltar aldı. Aptekə girmişdik. Aptekdən də bir neçə lazımi bir şeylər var idi. Onları da aldıq. Endirimdə idilər. Ona görə aldıq. Gələn kimi paltarları atdım yuyulmağa. Sonra da keçdim mətbəxə. Buzluğa atmaq üçün soyuducu pomidor və biber almışdım. Onlar qalmışdı. Onları tez rondodan keçirdim. Daha sonra da qablara, plasmas qablara yerləşdirdim. Plasmas yox, daha doğrusu bunlar kardon qablardır. Yerləşdirdim və qoydum soyuducuya. Bunlar çox əlimdən tutur. Tomat istifadə etməkdənsə bunları buzluqdan çıxardıram və lazım olanda tez yeməyə qatıram. Çox rahat olur. Bilirəm bir çoxumuz artıq bu üsuldan istifadə edir. Mən də belə edirəm. Bu aralar kənd toyuğundan çox istifadə edirik. Birincisi Eliza üçün eləyirik. Çünki onun üçün sırf bildiyimiz təmiz toyuqdan istifadə etmək istəyirəm. İkincisi də ki, rayondan öz qohumlarımız göndərir, sağ olsunlar. Buradan hamısına salam deyirəm, xalama, gəlin bacıma. Təmiz məhsuldur və çox dadlıdır. Mən əvvəl heç sevmirdim kənd toyuğunu, amma bu gəlin bacımın göndərdiyi toyuqlar çox dadlıdır. Demək olar ki, həftədə bir dəfə kənd toyuğu bişirirəm. Həm Eliza yeyir, həm də biz. Bu aralar da xəstə olduğumuz üçün belə bir sup hazırladım. Əgər xəstəsinizsə bu supu hazırlayın. Çox dadlı alınır. Yəni xəstə sağaldan şorbadır. Videoda da gördüyünüz kimi kartof, markov, soğan və sarımsaqdan istifadə edirəm. Qovururam, üzərinə su tökürəm, bişməyə qoyuram. Yumşaldıqdan sonra blenderdən keçirirəm. Daha sonra da toyuğun suyunu və toyuğu didikləyib qatıram içinə. Duz istiot istifadə eləmirəm, çünki Eliza da yeyir. Biz özümüz yeyəndə duz istiot qatırıq. Açmağı öyrətdim ki, anı qısını. Sonra gəlin, ana səni də yerib eləyəcəm.
içine baktı. Kimindi bunlar? Yox, cırmırıq. Qızım, ehtiyatla baxırıq. Bax, gördün nə qəşəngdir. Yox, 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 cırmırıq həyatım. Ehtiyatla, ehtiyatla. Eliza gəzməyə gedir, göstərək. Eliza'nın nənəsi özünə papaq alıb göstərək. Bugün biz Bibi Heybət məscidinə gedəcəyik. Ondan əvvəl də dedik bir parka gedək. Nizami Gəncəvi parkıda səhv eləmirəmsə adıq. Ağşəhər tərəfdə yerləşir. İndi ora gedəcəyik. İlk olaraq səhər yeməyimizi yemişik. Biraz parkda gəzək. Hava da gözəldir, təmiz hava alaq. Daha sonra da gedək məscidə. Dedim bir başlıq çəkim, sonra video keçid eləyək. İlk olaraq evdən çıxmamış istədim biraz makyaj eləyim. Çox makyaj eləməyəcəm. Sadəcə biraz üzümün solğunluğunu aradan qaldırmaq istəyirəm. Bobbi Brown'un belə bir face base'i var, bazası var. Onu istifadə edəcəm. İndi saçımı yığaq. Bunun teksturasını o qədər xoşlayıram. Çox yumuşaqdır və dərini daha gözəl göstərir. Makyajın altından istifadə edirəm. Sizdə də belə olur, bilmirəm yoxsa yox. Həftə sonu bir dənə harasa getmək olur. O da həftə sonu o qədər tez keçir ki, adam bilmir neynəsin, hansı işini həll eləsin. Yəni, bilmirsən, işini həll eləyəsən, yoxsa harasa gəzməyə gedəsən. Əsaslı uşaq olduqdan sonra adam hiss edir ki, heç bir vaxt sənə bəs eləmir. Çünki həftə içi Kənan işdə olur, həftə sonu harasa gedə bilirik və ya hansısa işimizi həll eləyə bilirik. Biz də fikirləşdik, Kənan çoxdandır Bibi Heybət məscidinə aparmaq istəyirdi Elizanı. Biz subay olanda ikimiz getmişdik. Ona görə Elizanı aparmaq istəyirdik. İndi də fikirləşdik, hava
yaxşıdır. Həm də boş günümüzdür. Gedəcək istifadə edəcəm. Əvvəllər mən çox makyaj xoşlayırdım. Daha doğrusu, yəni üzdə çox görünən makyaj demək istəmirəm. Yəni çox makyaj eləməyi sevirdim. Amma indi vaxtım yoxdur. Nə vaxtım yoxdur, nə də o qədər həvəsim yoxdur, belə deyək. Məcbur qalmadıqca makyaj eləmirəm, çalışıram. Çünki sonra onu təmizləməyə də vaxt olmur. Gecə bir dənə üzümü yuyub tez yerimə girib yatmaq istəyirəm. O qədər yorğun oluram. Yanılıraq. Bu paletim ən sevdiyim paletdir. Narsin paletidir. Amma qırıqdır. Ona görə sizə yaxşı göstərə bilməyəcəm. Biraz da Essence-in bu tuşundan istifadə edəcəm. Çəhra rəngli olandan. Bu da yaxşıdır, amma kipriklərim mənim onsuz da uzundur. Yaxşı qaldırır. Amma oy, gözümə saldım. Amma palçıq kimidir də. Onu sevmirəm, palçıq kimi olmağını. Arxa fonda da səsləri eşidirsiniz də. Bizim evdə video çəkmək mümkün deyil. Biraz da dodaq qələmindən istifadə edək. Bu şeyini də taxaq. Əslində çox taxıb-taxışdırmaq istəmirəm, çünki məscidə gedirik. Ona görə bir dənə bunu taxacağım. Bu qədər. Hazıram, bir damcı saçlarımı da fenliyim. Bu feni mən Temu'dan almışdım. Hardası 20 manat ya da 25 manata, amma mənim rəfiqəm bunu 10 manata falan alır. Mən Dyson istifadə eləməmişəm, ona görə arasındakı fərqi çox deyə bilməyəcəm. Amma yəni çox bahalı bir şey istəmirsinizsə 20 manata, 25 manata Temu'da da var, alıb yoxlaya bilərsiniz. Yəni işi görür. Bunun buran başlıqları da var. Sadəcə indi vaxtım yoxdur onu eləməyə, biraz düzəldəcəm. Onsuz da mənim saçım düzdür. Beğendin anne? Beğendin anne? Şimdi bu. Çox sağ ol, imkan verdin mənə bəzəmək üçün. Səhər tezdən Eliza xanım alnını çaxıb. Gəzməyi öyrənir deyə hər yerə kəllə qoyur balam. Baxma şeylər var hə burada. Qaç baxaq. Eliza bura bax, nə gözəl oldun sən. Hə? Qəşəng oldu Eliza, çox qəşəng oldu. Stilli qız oldu balam. Anaya gidelim, anaya gidelim. Hop 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 hop. Bilmə çək, özünü. Yo, belə... Hə, şit görsənir elə. Elə? Mən belə çəkirəm. Şit görsənir. Al shit. Qəddar ata. Eloş. Ne saçtı bu, ne baştı? Biz məsciddən çıxdıq, indi gəlmişik şəhərə, gidib gəlmişkən burada yeməyimizi yeyək. Tavada restoranına gəldik, daha sonra gedirik. O ac olanda adama belə iyi gəlir hər yerdən. Biz belə maşını parkovka edəndə hər yerdən iyi gəlir, amma belə necə iyi gəlirdi, dəli eləyirdi adamı iyi.
Yemək yeyir, nə bilim, iyi gəlir. yəni yaxşı, qəşəng iyi gəlir də, yaxşı yemək yeyir. Biz Tavada restoranına getdik, amma tuta bilmədik. Çünki bizdəki mətbəx zəncidir. Hazırlaya bilməyəcəklər. Ona görə gəldik. Ona görə gəldik Mikadora.